Şəhərimizdə keçirilən beynəlxalq festivalla bağlı söhbətimizi tədbirin iştirakçılarından biri olan Gələcəyə Körpü İctimai Birliyinin sədri Orxan Abbasovla davam etdirəcəyik. Xoş gəlmişsiniz Orxan. Xoş gördük. Ümumiyyətlə, öncə festivalın Gəncədə keçirilməsi barədə danışaq. Niyə məhz Gəncə dünyanın 50 ölkəsindən 100 gənci qəbul edəsi oldu? Çox sağ olun. Demək, bu festival həyata keçirmək ümumiyyətlə Gələcəyə Körpü və İrəli İctimai Birliyin çoxdan fikirləşdiyi bir proqram idi. Ancaq biz bunun üçün lazımi bir vaxtı gözləyirdik və bircə qərara gəldik ki, məhz bunu oktyabr ayına təsadüf etsin. Çünki bilirsiniz ki, oktyabr ayı həm ölkəmiz, həm şəhərimiz üçün bir çox əlamətdar hadisələrin il dönümü ilə əlamətdardır. 18 oktyabr Müstəqillik günü və bundan başqa da ən önəmlisi dahi şairimiz Nizami Gəncəvinin 870 illiyi ilə bağlı silsilə tədbirlərinin üst-üstə düşdüyündən, həm də Gəncə şəhər İcra Hakimiyyətinin bu tip tədbirlərə çox maraqlı olduqlarından və bizi dəstəklədiyindən məhz bu festivalın Gəncə şəhərində həyata keçirilməsini qərara aldıq. Festivalda bir sıra konferanslar keçirilir. Bu konferansların aktuallığı nədən ibarətdir? Bildiyiniz kimi konferansda bir neçə paneldə müzakirələr həyata keçirilir və bunlar həqiqətən bugün dünyada artıq qlobal səviyyədə çox maraqlı olan və öz aktuallığını qoruyan mövzulardır. Bunların ən birincisi, yəni gənclərin sülh quruculuğunda rolu və əməkdaşlığının artırılması. İkincisi, ümumiyyətlə gənclər siyasəti. Yəni bildiyiniz kimi hər bir ölkənin özünün gənclər siyasəti olur və təbii ki, bu ölkələrin iştirakçılarının bu festivalda olması və öz ölkələrində gedən gənclər siyasəti haqqında digər ölkələrin fikirlərini bölüşməsi və mübadilə olunması çox yaxşı bir haldır. Bundan başqa cəmiyyətdən təcrid olunmuş gənclərin cəmiyyətə inteqrasiyası, ümumiyyətlə vətəndaş quruculuğu yolunda bunların payı və dördüncü panel olaraqsa biz adətən mədəniyyət, incəsənət və idman, bu gənclərin həyatında rolu və gənclər siyasətinin formalaşmasında bunların əhəmiyyəti. Bu sahədə növbəti 2 gün ərzində də bu sahədə festival dönəmində müzakirələr həyata keçiriləcəkdir. Müxtəlif ölkələri təmsil edən konferans iştirakçılarının fəallığı nəzərə çarpırmı? Ümumiyyətlə onlar Azərbaycan haqqında, Gəncə haqqında məlumatlar toplamağa can atırlarmı? Demək ki, bildiyiniz kimi festivalda 50-yə yaxın ölkədən 100 nəfər iştirakçı iştirak edir və təbii ki, bu gənclərin hər birinin öz düşüncəsi, Azərbaycan haqqında informasiyası var. Bəli, onların bəziləri artıq buraya gəlməmişdən əvvəl bir neçə dəfə Azərbaycanda olmuş və Azərbaycan haqqında kifayət qədər məlumatı olan insanlardır. Ancaq bəzi iştirakçılar da var ki, təbii ki, onlar Azərbaycan sadəcə adını eşidib və bu ölkədə gedən proseslər, ölkədə insanların yaşam tərzi, adəti, ənənəsi, mədəniyyəti, bu haqda heç bir məlumata malik deyirlər. Hətta bəzən iştirakçıların bəziləri bizə yaxınlaşdı ki, biz bilməzdik ki, Azərbaycan həqiqətən bu qədər gözəl ölkədir, insanlar bu qədər mehribandır, Azərbaycanda bu qədər dinamik inkişaf gedir və bu bizi həqiqətən çox sevindirir və biz də çalışırıq əlimizdən gələn edək ki, bu gələn qonaqlarımızı razı salaq və onlara Azərbaycan gerçəklikləri, ölkəmizdə gedən quruculuq, abadlıq işləri, ümumiyyətlə inkişaf haqqında onlara ətraflı məlumat verək. Festival çərçivəsində Gəncədən başqa digər rayonlara səfərlər planlaşdırılırmı? Demək, festival rəsmi olaraq ayın 13-ü bilirsiniz ki, başladı Bakı şəhərində və ayın 15-də festivalın rəsmi açılış mərasimi oldu Gəncə şəhərində. Biz bundan başqa 18-i, oktyabr ayının 18-də Şəmkir şəhərinə səfər nəzərdə tutulur. Bildiyiniz kimi Şəmkir şəhərində qədim bir şəhərin qalıntıları tapılıbdır arxeoloji qazıntılar nəticəsində və biz istəyirik ki, bu gənclər də məhz həmin şəhər qalıntılarını görsünlər. Bundan başqa həmin gün Tovuz rayonuna səfər olacaq. Oktyabr ayının 19-da isə bütün tədbir iştirakçıları Şəkidə və Qəbələdə olacaqlar və ayın 20-sində artıq festival rəsmi olaraq sona çatır. Gəncədə? Bakı şəhərində. Bakı şəhərində. Festivalın sonu olaraq, belə deyək, hər hansı bir bəyanatın və yaxud da sənədin qəbul olunması gözlənilirmi? Bəli, bildiyiniz kimi hər bir rəsmi tədbirin, konferansın, seminarın və festivalın sonunda müəyyən bir deklarasiya qəbul olunur və təbii ki, biz də bu formata uyğun olaraq festivalın sonunda bir deklarasiya qəbul edəcəyik. Deklarasiyanın əsas məqsədi bu dünya gənclərinin Azərbaycanda keçirilən festivalı tanıması və onu dəstəkləməsi və bundan başqa hər 2 ildən bir olaraq Azərbaycanın fərqli regionlarında bu cür festivalların həyata keçirilməsindən ibarətdir.
Festival nəticə etibarilə Azərbaycana, konkret desək Gəncəyə nə verəcək? Yəni nəticəsi nə olacaq? Bildiyiniz kimi Azərbaycanda son zamanlar dünya ölkələri arasında təbliğat işləri daha çox artırılıbdır və dünya ölkələri artıq Azərbaycanı daha çox tanıyır və bu proses durmadan inkişaf edir. Və biz də düşünürük ki, bu festivalın sonunda bu iştirakçılar təbii ki, öz ölkələrində Azərbaycanın təbliğatçılarına çevriləcəklər və onlara Azərbaycan haqqında xoş fikirlər yaranacaq və onlar da öz ölkə vətəndaşları ilə və digər dostları ilə bu məlumatı paylaşacaqlar və bu da öz növbəsində Azərbaycanın verilsək təbliğatıdır və eyni zamanda Gəncə haqqında. Bilirsiniz ki, Gəncə dahi şəhərimiz Nizami Gəncəvinin doğma şəhəridir. Və Gəncə şəhər icra hakimiyyəti də artıq Nizaminin həqiqətən Gəncədə yaşadığı, bizim Azərbaycan şəhəri olduğu haqqında çoxlu təbliğat siyasi həyata keçirilir. Və biz də buna uyğun olaraq artıq düşünürük ki, bu festivalın özü də həqiqətən gənclər arasında Nizami Gəncəvinin Azərbaycan şəhəri olduğu və Gəncədən olduğu bir daha təsdiqləyəcək. Bundan başqa Gəncə gedən böyük quruculuq, abadlıq işlərinin digər Azərbaycan, istər Azərbaycanda olsun, istər dünyada olsun, tanıdılması və çatdırılması üçün bu festival çox yaxşı bir imkandır. Çox sağ ol Orxan, studiyamıza gəldiyin və dəyərli fikirlərini bizimlə bölüşdüyün üçün. Xatırladım ki, verilişimizin qonağı Gələcək Körpü İctimai Birliyinin sədri Orxan Abbasov idi.